Deyirəm Eldar, hansından başlayayım? Evin yerləşmə yerindən, evin keyfiyyətindən, yoxsa hədiyyəmizdən? Dəyərli izləyicilərimiz, dəhşət bir evdir. Həqiqətən bildiyiniz dəhşət bir evdir. Yəni bu ərazidə ola bilməz ki, hansısa müştəri yox desin bu əraziyə. Bu qiymətlə satışda ev yoxdur. Həyətyanı sahəsindən rahatlıqla bir 6-7 avtomobil daxil et, toy bayram elə. Təki bütün həyətlərdə xeyir iş olsun, dəyərli izləyicilərimiz. Yəni həyət evi dedikdə həyət olmalıdır da. Özlə necə Targov daşlarla. Ev sahibi tərəfindən hədiyyəmiz də var. Qiymətdən əlavə, endirimdən əlavə hədiyyəmiz də var və yerləşmə ünvanı. Gəlin birbaşa sizə koordinat verəcəm. Bax, bunu heç bir vasitəçi eləməz. Birbaşa koordinat verəcəm. Gəlin çıxın ev sahibi ilə özünüz söhbət eləyin. Gəl. Bax, birinci bunu göstər ki, küçənin başı tupikdir. Görsən, işlək yol deyil. Bakı Sumqayıt şosesini göstər. Şəhərdən gəldikdə Xırdalan dairəsini keçdikdən sonra Masazır dairəsinə çatmamış. Azərcity supermarketdən üzü aşağı Ağ otelə çatmamış. Bu ərazidə torpaq belə tapa bilmərsiniz. Bax, sənəddə bu hissədə, bax bu hissə ev sahibinə məxsusdur. Yəni istəsəniz o qapını çıxardın, buradan qoyun. Bura plaşatka kimi saxlanılıbdır. Yəni istəsən mən ev sahibinin yerinə olsaydım buranı əkin sahəsi eləyərdim. Gül çiçək vurardım. Hə, bu pəncərə, qonşunun pəncərələrində qarşısı kəsiləcək. Bura bütöv beton verilibdir, dəyərli izləyicilərimiz. Bax, görürsünüz. F-onu yaralayıblar. Aslan ölmedi, beyli, yaralı. Dəyərli izləyicilərimiz, təmirə baxın. Çiçəkdir də, çiçək. Beton, beton, beton. Ancaq beton. İstipol, istipol. Çilçırağı vurulub, twistent yığılıb. Gördüyünüz kimi kondisioner xətti, gizli işıq, spot. O heç də, o gözlə görünən bir şeydir. Gəl, açıq rəng qapılardan istifadə olunub və ən əsası birinci mərtəbədə yataq otağı var. Mətbəxi göstərək, yaxşı. Mebel arası döşənli. Yenə də deyirəm, təkrarçılıq kimi olmasın, istipoldur. Onlar heç də, yəni bu boyda pula xərc qoyub, kommunalları qoymamaq. Qoşadaş, pəncərənin enindən bilinir, 4 tərəfi də. Sanitar qovşaq, hər iki mərtəbədə var. Niyə saxmışsın ki? Getdik. Pləkanımızın altında qladovkası da çox uzatmayaq. Bunları göstər. 2 dənə tık-tıkdan deyil. Sayına baxanda bilinir. Dəyərli izləyicilərimiz, qiyməti açıqlayayım sizə. 165.000 manata deyirik. 165.000 manata deyirik, endirim olunacaq. Eyvan, yenə də bunun təşkilatçılıq kimi olmasın. Elektrik yuvası. Otaqlarımız genişdir. Həqiqətən genişdir. Hər bir pəncərəsində qarşısı açıqdır. Digər yataq otaqlarımız gördüyünüz kimi və yaxınlaş və sonuncu yataq otağı. Dəyərli izləyicilərimiz, bir söz var, dosta, qardaşa məsləhət bildiyiniz. Bax, həmin evdə. İstər yerləşmə yeri. Ev sahibi deyir ki, gənc ailə olsa, bir dənə qəşəng, qızıl sev məndən hədiyyə. Ya da qiymətdə güzəşt eləyərəm onu da, özləri öz zövqünə uyğun. 165.000 manata deyirik, endirim olacaq. Bax, bir dənə gəl buradan ya da göstərmə. Pəncərənin qarşısı açıqdır. Buradan bilirsiniz nə görsəniz? Azərcity supermarketin yanındakı keçid görsəniz. Yuxarı qalxdınız, Azərcity aşağıda düşdünüz. Ara supermarket. Dəyərli izləyicilərimiz, 070 300 30 90. Bu ev əldən çıxartmayın. 205.000 ev çəkmişdim. 15 dəqiqə çəkmədi, gəlib götürdülər. Bax, bu da elə bir evdir. Əldən çıxartmayın. Təşəkkür.